Arılar balı necə düzəldir? Heç fikirləşmirsənmi biz bal haradan alırıq? Dükandan? Bəli. Amma o bal oraya haradan gəlir? Gündəlik həyatımızda səhərlər ləzzətlə yediyimiz balı arılar düzəldir. Əvvəlcə arılar çiçəklərə uçurlar. Onlar çiçəklərin içindən nektar adlanan şirin suyu toplayırlar. Bu nektar arıların bal hazırlamaq üçün topladığı əsas maddədir. Arılar bu nektarı öz dilləri ilə çəkirlər və onu bal maddələrində saxlayırlar. Bal mədəsi arının içində bal hazırlamaq üçün xüsusi bir yerdir. Sonra arı yuvasına, yəni pətəyə qayıdır. Burada nektarı başqa bir arıya verir. Bu arı da həmin nektarı bir neçə dəfə ağzından altına öpür. Bu proses zamanı nektarın içindəki su buxarlanır və qalın yapışqan bal yaranmağı başlayır. Arılar balı hazırlayarkən ona fermentlər də əlavə etdirirlər, yəni kiçik kimyəvi maddələr. Bu maddələr balı daha faydalı və saxlamağa uyğun edir. Hazır olan bal pətəyin gözlərinə, yəni bal hüceyrələrinə yığılır. Sonra arılar həmin gözlərin üstünü mumla örtürlər ki, bal uzun müddət bozulmasın. Bugün sizlərlə arılar balı necə düzəldir haqqında danışdıq. Bugünlük videomuz sona çatdı. Digər videolarda görüşənədək.